Salam dostlar. Məndən həmişə soruşurlar ki, sən necə bacarırsan? Həm hansı bir şirkətdə çalışırsan, həm bir neçə biznesin var, həm eyni anda ailə saxlayırsan. Necə çatdırırsan bütün bu işləri? Və mən başladım düşünməyə. Mən nə edirəm ki, mən bu qədər işi eyni anda çatdıra bilirəm? Bu haqqda düşünərək dedim ki, bütün məlumatları toplayıb sizlərlə paylaşım. Və videonun axırında bonus olaraq sizlərə öz metodikam haqqında danışacağam. İlk və çox vacib prinsip Pareto prinsipidir. Bildiyiniz kimi 80%-in 20%-nə olan fərq. Nəticələrinizin 80%-i 20% əziyyətinizdən gəlir. Və eynən də 80% qalan əziyyətiniz sizə cəmi 20% xeyir gətirir. Həmin 20% gördüyünüz işin bunu misalla necə gətirə bilərəm? Təsəvvür edin ki, sizin hər hansı bir şirkətiniz var və sizin 100 müştəriniz var. O 100 müştəridən 3-ü 5-i sizə əməlli başlı xeyir gətirir və şirkətinizin 80% gəlirinizi onların sayəsində bağlayırsınız. Halbuki qalan 95 müştəri sizə cəmi 20% pul gətirir. Bu o demək deyil ki, siz həmin 80% müştərilərə fikir verməməlisiniz. Bu o deməkdir ki, siz necəsə həmin prinsipdən çıxmalısınız. Mütləq hər hansı bir işi götürürsünüzsə, siz həmin işin nə zaman bitdiyini bilməlisiniz. Yəni, sizdə plan olmalıdır ki, həmin iş hansı halda bitmiş sayılır, hansı halda bu işi siz bitirmiş sayılacaqsınız. Mütləq hər hansı bir işin xüsusi bir forması olmalıdır ki, siz, misal üçün, mən deyə bilmərəm ki, mən hər hansı bir layihəni bitirim. Layihəni bitirmək nə deməkdir? O deməkdir ki, layihə təhvil təslim olunub və müştəri tərəfdən mənə hə sözü deyilib, misal üçün, və ya yazılı formada cavab gəlib. Və ya deyək ki, mən tapşırığım mağazadan gedib nəsə almaqdırsa, bu o deməkdir ki, mən mağazaya gedib, qayıdıb, həmin məhsulu soyuducuya yerləşdirməliyəm. Bu, işin bitmə anıdır. O anda mən deyirəm ki, mən işi bitirdim. 2 dəqiqə qaydası. 2 dəqiqə qaydası nədir? Hər hansı bir yeni iş gəlibsə sizin yanınıza və həmin işi siz cəmi 2 dəqiqə ərzində edə bilirsinizsə, bu işi heç yerə yazmayın. Dərhal həll edin. Dərhal. Yəni, iş gəldi, 2 dəqiqəlik işdi, tez görə bilərəm, indi görün onu. Onu heç yerə yazmayın. Çünki onu yazana kimi 2 dəqiqə geçəcək. Domino effekti. Əgər görsəniz ki, siz biraz tənbəlləşirsiniz və işi götürmək istəmirsinizsə, sizə iş belə mürəkkəb gəlirsə, xırda bir işdən başlayın. Çox xırda bir işdən başlamaq lazımdır. Bu xırda işdən başlayaraq, ondan sonra daha böyük işləri götürəcəksiniz. Parkinson qanunu. Parkinson qanunu necə işləyir? İş vaxt verdiyin qədər bu həmişə uzanacaq. Əgər mən desəm ki, misal üçün mənim bir otağım var və mən bu otağı səliqəyə salmalıyam. Əgər mən həmin otağı səliqəyə salmaq üçün özümə 5 saat vaxt ayırsam, mən elə dəqiq olaraq 5 saat ərzində bu otağı yığışdıracağam. Halbuki mən özümə 1 saat vaxt versəm, mən yenə də bu işi 1 saat ərzində edəcəm. İndi qərar sizindir. Daha qısa vaxt verməyə özünüzə daha faydalı olur. Pomodoro texnikası. İşdən yorulmamaq üçün, davamlı olaraq işləmək üçün Pomodoro texnikasından istifadə etmək olar. Bu nədir? 25 dəqiqə ərzində siz fokuslanıb işləyirsiniz və 5 dəqiqə dincəlirsiniz. Fokuslanıb işləmək mən nəyə deyirəm? Telefon yanınızda olmamalıdır. Sizə heç kim yaza bilməz, sizə heç kim heç nə deyə bilməz. Sizlə heç kim danışa bilməz həmin ərəfədə və heç cür bu mümkün olmamalıdır. Ona görə siz həmin 25 dəqiqə ərzində fokuslana biləcəksiniz. Yox, əgər dəqiqədə bir sizə kimsə müraciət eləsə, nəsə yazsa və nəsə baş verirsə, siz sanki fokusdan çıxacaqsınız və fokusa yenidən daxil olmaq üçün bir neçə dəqiqə, hətta 20-30 dəqiqə də tələb oluna bilər. Bunun üçün Pomodoro prinsipi ən yaxşı prinsip oldu. 25 dəqiqə işləyirsiniz, sonra 5 dəqiqə dincəlirsiniz. Gedin telefonunuza baxın, yoxlayın kim yazıb, nə edib. Amma 5 dəqiqədən sonra qayıdın və yenidən 25 dəqiqəlik işləyin. Təkrar etmə. Təkrar etmə deyəndə mən nəyi nəzərdə tuturam? Eyni işi daimi olaraq edirsinizsə, eyni təkrarlanan bir işdirsə, onu necəsə avtomatlaşdırın. Ya kiməsə tapşırın o işi verin, ya da hər hansı bir süni intellekt kimi bir vasitədən istifadə edin ki, həmin işi avtomatlaşdırasınız. Yeni yaxşı vərdişlərinizi triggerə bağlayın. Yəni, bu nə deməkdir? Misal üçün, siz hər gün kofe içirsiniz. Hər səhər saat 8-də işə başlamaqdan öncə gedib çay içirsiniz və ya kofe içirsiniz. Bu halda nə edirsiniz siz? Deyirsiniz ki, okey, bu artıq vərdişdir, düzdür? Başqa, daha gözəl vərdiş varmı? Bəli, misal üçün hər hansı bir vitaminlər içmək, misal üçün. Deyim ki, okey, vitaminləri yaddan çıxartmamaq üçün nə edin?
Sadəcə çay vərdişinə və ya kofe vərdişinə mən vitaminləri əlavə edirəm. Bu o deməkdir ki, əgər mən çay içirəmsə, mütləq yanında 1 stəkan su da olmalıdır və yanında vitamin olmalıdır. Bunu bir vərdişi başqa vərdişə bağlayaraq özünüzdə yaxşı vərdişi yaratmış olursunuz. Mükafatlandırma effekti. Mütləq hər hansı bir sizə biraz çətin gələn bir iş varsa, özünüzü necəsə mükafatlandırın. Misal üçün, siz şirniyyatdan biraz vaz keçirsiniz, çox şirniyyat yemirsiniz, amma hər hansı bir bahalı, gözəl bir şokolad alırsınız, onun bir balaca bir hissəsini sadəcə yanınızda qoyursunuz ki, mən bu işi bitirəndən sonra o şokoladı çayla yeyəcəm. Bunu edərək siz özünüzə sanki öz daxilinizdə bir uşağa deyirsiniz ki, bu işi gör, sonra şirniyyatı alarsan. Yəni, hamı da işləyir. Bu dopamin effektidir, dopamin sistemidir. Əgər siz həmin şirniyyatı bütün günü yemirsinizsə, bu sizə kömək edəcək. Yox, əgər bütün gün onsuz da şirin yeyirsinizsə, bu kömək etməyəcək. Misal üçün, ya da deyirsiniz ki, bundan sonra, misal üçün, bu işləri görəndən sonra, hansı bir layihəni görəndən sonra özümü mükafatlandırıb istirahətə gedəcəm. Hansı bir başqa ölkəyə gedəcəm, rayona gedəcəm, harasa gedəcəm, dincələcəm. Bunu edərək siz özünüzü sanki həvəsləndirirsiniz. İtki motivasiyası. İtki motivasiyası, bundan qabaq biz mükafatlandırmadan danışırdıq, amma itki motivasiyası daha da güclüdür. Nə deməkdir? Misal üçün, siz hər hansı bir layihəyə başlayırsınız, öz dostunuza söz verirsiniz ki, mən bu işi bu cür görə bilməsəm, mən sənə 100 manat verəcəm və sözünüzdə durursunuz. Siz hər dəfə işi belə deyək, ləngidəndə, işi görmək istəməyəndə fikirləşirsiniz ki, o 100 manatı itirəcəm, misal üçün. Hər hansı bir başqa bir söz də ola bilər. Hər səhər işə başlayanda ilk olaraq ən çətin işə götürüb, onun üzərində hər hansı bir vaxt müddəti ərzində çalışın. Bunu nə üçün deyirəm? Çünki bizim beynimiz sadəcə bir batareyadır. Həmin batareyanın şarjı asta-asta aşağı düşür. Və əvvəldə batareyamız 100%, 90% olanda hər hansı bir çətin işi daha asanlıqla götürmək, nəinki sonra. Misal üçün, siz şirniyyat yeməmək məqsədiniz olubsa və ya nə bilim, hər hansı bir pis vərdişlərə siqaret çəkirsinizsə, pis vərdişlərə səhər tezdən dözmək, onlardan istifadə etməmək daha asandır, nəinki axşam. Çünki siz yorğun olanda batareyanız aşağıdadır və ən yaxşı yol gedib yatmaqdır əslində. Amma batareyanız aşağı olduğu halda siz işə başlamırsınız. Yəni, normal işi görmürsünüz. Ona görə əvvəlcədən həmişə böyük bir işi götürün və edin. Amma bir şey də deyim, həmin böyük işdə ilişməmək üçün özünüzə limit qoyun ki, misal üçün 1 saat ərzində və ya 2 saat ərzində bu işlə məşğul olacağam. Ondan sonra keçin başqa işlərə. Müsbət sosial təzyiq. Əgər özünüzə hər hansı bir söz verdinizsə, çalışın həmin sözü başqalara da verəsiniz. Misal üçün, mən bu işi edəcəm. Hamıya yayın ki, mən bu işi edəcəm. Mən bunu, misal üçün, bu layihəni bitirəcəm. Mən hər hansı bir böyük bir işi vaxtında bitirəcəm. Bu sözü bir neçə nəfərə verərək siz sanki öz reputasiyanızı sual altına qoymuş olursunuz və məcbur bu işi vaxtında və yaxşı səviyyədə bitirəcəksiniz ki, siz haqqında heç kim pis düşünməsin. Bu sanki özünüzü motivasiya edirsiniz bu yolla. Toplu işləmək. Toplu işləmək nədir? Misal üçün, əgər oxşar bir işlər varsa, oxşar xırda 10 dənə iş varsa, onların hamısını toplu şəkildə bir edin ki, hər dəfə fokusunuzu switch eləməyəsiniz bir sahədən başqa sahəyə, bir layihədən başqa layihəyə. Dalbadal xırda işlər hansı ki bir-birinə oxşar, onları dalbadal salın və bir-bir işləyin. Bütün məqsədlərinizi oyuna çevirin. Sanki levellərdir, səviyyələrdir. Asandan başlayaraq çətinə kimi. Bunları yazaraq və ya hər hansı bir kompüterdə yazaraq, telefonda, planşetdə yazaraq, kağızda yazaraq bir-bir qeyd edin ki, hansı addımları artıq etmisiniz və məqsədə çatmağa nə qədər qalıb. Bunu biləndən sonra, vizuallaşdırandan sonra siz daha həvəsli olursunuz işi görməyə. Etməmə siyahısını yaradın. Etməmək siyahısı nədir? Misal üçün, belə bir söz deyim. Sizin gələcəyiniz sizin etdiklərinizdən asılı olsa da belə, etmədiklərinizdən daha çox asılıdır. Yəni, misal üçün, hər dəfə məni harasa kimsə çağıranda mən 2 dəfə düşünürəm ki, mən işləri bitirdim mi? Bugünə planlaşdırdığım işlər görüldü ya yox. Görülmədisə, mən deyirəm, bağışlayın, mən indi gələ bilmirəm. İşləri bitirim, sonra gələcəm və ya sabahlar görüşərik və s. Yox sözü deməyə öyrənin və mütləq öz məqsədlərinizi həmişə daha üstün saxlayın. Məqsədlərinizə uyğun, misal üçün, bugünlük planınızı, işinizi bitirdinizsə, dincəlin, əyləncə ilə məşğul olun. Amma həmişə sayın ki, mən bu işi bitirməyənə qədər heç bir əyləncə olmayacaq. Və yox deməyi və etməmək siyahınız da olmalıdır ki, mən bu işləri görməməliyəm. Bunları etməməliyəm ki, məqsədimə çatım. Öz iş mühitinizə investisiya etməkdən çəkinməyin. Ətrafınızdakı iş mühiti çox vacibdir. Yəni, rahat kreslo olmalıdır, rahat bir stol olmalıdır, masa olmalıdır, rahat avadanlıq olmalıdır sizdə. Çünki istər-istəməz bunların hamısını pulunu çıxardacaqsınız.
Amma narahatdırsa iş yeriniz, bu artıq problemdir. Və sizə belə deyim, rahat iş daha sərfəlidir nəinki narahat iş. Daha çox pul qazanmaq olar, daha çox inkişaf etmək olar. Siz elə edin ki, siz çalışdığınız yer, çalışdığınız otaq, sahə, mənzil fərq etməz, çox komfort olmalıdır sizə. Komfortlu olmalıdır ki, rahat olaraq oturub işləyə biləsiniz. Kiçik məqsədlər əvəzinə böyük, 10 qat daha böyük məqsədləri düşünün. Sizin həmişə qabağınızda demək olar ki, əl çatmaz bir məqsəd olmalıdır. Çünki yalnız və yalnız optimistik insanlar neysə dəyişə bilir. Siz əgər optimist deyilsənizsə və hər hansı bir çox böyük bir uğura inanmırsınızsa, çox qabağa getmək çətin olacaq. Həmişə qabağınızda uzaq görən böyük bir məqsəd olmalıdır. Doğrudan da böyük bir məqsəd olmalıdır ki, heç olmasa onun yarısına çatasınız və hətta ola bilsin ki, hamısına çatasınız. Mütləq kömək istəmək lazımdır. Əgər nəsə alınmırsa, mütləq və mütləq ətrafınızdakı insanlardan kömək istəyin. Bu normaldır. Başqalara da kömək edin ki, sabahları necələr borclu qalmayasınız. Öz uzaq görən məqsədiniz həmişə olmalıdır. Çünki o olmasa, siz kiçik bir maneə görən kimi yanacaqsınız. Yox, əgər böyük bir məqsəd varsa, siz nə olsa da bu maneələrin yanından vaz keçəcəksiniz və istədiyiniz məqsədə çatacaqsınız. Çünki adətən necə olur? Əgər tam olaraq bu məqsədə çatmağa istəmirsinizsə, kiçik bir maneə olsa da belə sizi yoldan çıxardacaq. Yox, əgər böyük bir məqsəd varsa və ona doğrudan da çatmaq istəyirsinizsə, siz çatacaqsınız. İndi isə söz verdiyim bonus. Mən işləri necə görürəm? Mənim bir dəftərim var. Adi bir dəftərdir. Və dəftərdə mən nələr yazıram? İlk növbədə ayın tarixini yazıram. Sonra isə ayın tarixinin yanında punktları yazıram. 1, 2, 3, 4, 5 və s. Hardasa 20-yə qədər. Hətta hər gün 20 olmur əsasən. Və orada mən yazıram ki, ilk növbədə mən nəyi görməliyəm? İlk üçlükdə ilk dəfə görülən, yəni ilk növbədə görülən tapşırıqlar olmalıdır. Yazıram misal üçün bir tapşırıq, ikinci tapşırıq, üçüncü tapşırıq. Böyük, kiçik tapşırıqlarda fərq etməz. Əsas odur ki, bu günün ən vacib tapşırıqlarıdır. Yəni bu 3 tapşırığı mən bitirməsəm, bu günü ümumiyyətlə gün saymıram. Ondan sonra 4, 5, 6 belə deyim, nice to have ingilislər demişkən. Yəni yaxşı olardı ki, onları da bu gün bitirim. 7, 8, 9 və 24-ə kimi misal üçün yalnız və yalnız belə deyim, bonus tapşırıqları əlavə edirəm. Və ilk növbədə həmişə yuxarıdan aşağı başlamalıdır. Yuxarıdan başlayıb aşağı getmək lazımdır. İlk 3 tapşırığı çalışın günün birinci saatında həll edəsiniz. Onu etdinizsə super. Bundan sonra 5, 6, 7 də heç nə kimi gedəcək. Ondan sonra da 8, 9, 10, 11-i də eləsəz əladır. Hamısını bitirsəniz isə sizin ən belə məhsuldar gününüz olur. Və yeni işlər gəldikdə yenə də o işləri yazırsınız. Sonra isə misal üçün deyək ki, mən birinci 10 tapşırığı bugün həll elədim. Bağladım, üstünü sadəcə pozuram. Yəni 1, 2, 3, 4, 5 var, onları pozuram üstünə. 1-in, 2-ni, 3-cünü pozuram. Ondan sonra deyirəm ki, okey, səhərsi gün yenidən vərdiş kimi mən bir dənə kofe götürürəm, bir dənə su götürürəm, hər hansı bir vitaminləri içirəm və orada 5-10 dəqiqə özümə vaxt verirəm ki, mən biraz reflekt edim. Dünən nələr etmişəm, bugün nələr edəcəm. Dünən gördüyüm işləri gördüm, super. Nələr qalıbsa, onları keçirirəm yeni kağıza, növbəti vərəqə. Və həmin vərəqdə yazıram ki, misal üçün 1, 2, 3 nədir bugünlük və 4, 5, 6 nədir və ondan sonrakilər nədir. Və çalışın elə edin ki, heç bir gününüz heç olmasa 5-6 tapşırıqsız qalmasın. Hər gün bu tapşırıqları edin. Tapşırıqlar deyəndə mən tək iş tapşırıqlarını demirəm. Bütün tapşırıqlar. Sizin həyat tapşırıqlarınız, harasa getmək, nəsə almaq, nəsə etmək. Yəni bütün işləri ora yazın. Fərq etməz. Əsas işinizlə bağlıdır, biznesinizlə bağlıdır və ya ev işləridir, tələbəlikdir, oxuyursunuz, nəsə qeyd edirsiniz və s. hamısını yazın ora. Və əlbəttə ki, sizin belə deyim, mənim yolumda belə bir şey var. Başqa bir dəftər olmalıdır, arzular dəftəri. Arzular dəftərindən mən necə istifadə edirəm? Bu sadəcə yenə A5 vərəqli dəftərdir, amma orada mən bir dəfə yazıram və eyni vərəqi bir də oxumuram. Yəni bir dəftərdir, yazıram, onu bir həftədən bir yazıram. Yazıram ki, misal üçün bugün ayın tarixi budur, birinci məqsəd budur, ikinci budur, üçüncü budur. Yəni arzular da doğrusu. North Star. Yəni sadəcə yazıram ki, nələrə nail olmaq istəyərdim. Sonra isə bir həftədən sonra eyni misal üçün 5-ci günləri edirəm. Adətən bunu edirəm, mən reflection time edirəm. Yəni mən düşünürəm ki, özüm haqqında düşünürəm, mən nələrə nail olmuşam, nə etmişəm bu həftə ərzində,
növbəti həftədə nələrə nail olmaq istəyirəm və s. və s. Amma bu məqsədlər həmin həftəlik məqsədlər deyil. Bunlar ömürlük məqsədlərdir. Bəlkə 10 ildən sonraki, 5 ildən sonraki, bəlkə 2 ildən sonra istədiyim bir məqsəddir. Məsəl üçün yazıram ki, mən İlkin bu qədər pul qazanır. Məsəl üçün yazıram ki, İlkin filan bir evdə yaşayır. İlkin filan şirkətdə çalışır və ya filan işi görür və s. və s. Belə bir şeylər yazıram. Amma hardasa bir il ərzində siz bu dəftəri doldurub yazırsınız. Dəftərlərin bütün səhifələri dolandan sonra başlayırsınız dəftəri oxumağa. Birinci səhifədən, birinci həftədən 52-ci həftəyə kimi oxuyursunuz və baxırsınız ki, sizin məqsədləriniz necə dəyişir. Hər həftə başqa məqsədiniz var. Yəni insanlar stabil deyil. Mən də stabil deyiləm, heç kəs stabil deyil. Biz həmişə nəyisə dəyişirik. Və oradan siz başa düşürsünüz ki, sizin məqsədiniz çoxlu məqamlardan asılıdır. Məqamları anlayaraq siz bu 52 həftənin məqsədlərinin hamısını oxuyaraq başa düşürsünüz ki, bunların arasında ən vacib məqsəd hansıdır. Və sırf bu məqsəd sizin illik bir məqsədinizdir və sizin daimi istədiyiniz bir məqsəddir. Həmin məqsədi qabağınıza qoyun və bundan öncə life hackları paylaşmışam sizlə. Onlardan istifadə edərək onlara çatın. Uğurlar sizə. Sağ olun.